Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Bugün size Yoshira kondisionerinin pultunun istifadə qaydasını görkəzəcəm. Bizim kanalımızda əlbəttə ki Yoshira kondisionerinin pultunun istifadə qaydası var, amma o tamamilə başqa bir pult idi. Bu isə başqa bir pultdur. Hər bir kondisionerdə olduğu kimi burada da bir on-off düyməsi var. Bunun köməyi ilə kondisioneri yandırıb söndürürük. Temperaturun qaldırılması üçün bu düymədən istifadə olunur. Aşağı salınması üçün bu düymədən istifadə olunur. Kondisionerin rejimlərini dəyişmək üçün mod düyməsi var. Və bu mod düyməsi ilə biz kondisionerin 5 rejimini əldə edə bilirik. Hal-hazırda gördüğümüz gibi burada bir qar dənəzi işarəsi görkənir. Bu soyutma rejimidir. Qurutma, sərinkeş rejimi, isitmə və avtomatik rejim. Kondisionerin ventilatorunun sürətini dəyişmək üçün fan düyməsindən istifadə edilir və bu kondisionerdə 4 sürət var. Bu aşağı sürətdir, orta sürət, yuxarı sürət və avtomatik sürət. İnsanların əksəriyyəti kondisionerdən istifadə edərkən onun soyutma rejimindən istifadə edirlər. Bu səbəbdən də biz mod düyməsini basırıq və soyutma rejiminə keçirik. Soyutma rejimində göründüyü kimi ekranda bir qar dənəciyi işarəsi görkənir və bu rejimdə biz demək temperaturu 22-24 dərəcə arasında ayarlayırıq. İnsanların əksəriyyəti elə bilir ki, temperaturun aşağı ayarlanması kondisionerin daha çox soyuq verməsi anlamına gəlir. Bu belə deyildir. Sadəcə olaraq bu temperaturlar arasında, yəni 22-24 dərəcə temperaturlar arasında insanlar özlərini daha rahat hiss edirlər. Siz aşağı temperatur qoyduqda isə soyuq dəyməyə səbəb ola bilir. Kondisionerin daha az enerji istifadə etməsini istəyirsinizsə, o zaman 24 dərəcədən daha yüksək temperatur ayarlaya bilərsiniz. 22 dərəcədən aşağı temperatur soyuq dəymə səbəb olacağına görə biz sizə onu kəsinliklə yəni məsləhət görmürük. Soyutma rejimində bəzən elə olur ki, hava həddindən artıq isti olur və biz kondisionerimizin tez bir zamanda evimizi soyutmasını istəyirik və belə olduqda burada bir turbo düyməsi var. Turbo düyməsini basan kimi baxın ekranda nə baş verəcək. Dərhal temperaturu aşağı salır və burada bir muskullarını görkəzən bir insan silueti ekrana gəlir və həm də ventilatorun da ən yüksək sürəti seçilir. Bu nə üçün edilir? 16 dərəcə salınması o deməkdir ki, kondisioner dayanmadan işləsin. Və 16 dərəcədə 15 dəqiqə ərzində işlədikdən sonra bu əvvəlki fan rejiminə qayıdacaqdır. Biz növbəti rejimə keçmək üçün mod düyməsini yenə basırıq və burada 3 su damcısı işarəsi görkənir. Bu qurutma rejimidir, yəni dry qurutma rejimidir. Bu rejim qoyulanda kondisioner evdə olan nəmi azaldır. Bir daha mod düyməsini basırıq və burada bir fan işarəsi gəlir. Bu rejimdə nə soyutma, nə isitmə aksiyası baş verir. Sadəcə kondisioner adi bir fan kimi çalışır. Yəni sadəcə fanın sürətini biz burada dəyişə bilirik və s. Və gördüyünüz kimi burada yalnız 3 sürət olur. Aşağı sürət, orta sürət, yuxarı sürət. Burada artıq avtomatik sürət yoxdur. Bir daha mod düyməsini basanda ekranda günəş simvolu görkənir və bu rejimdə deməli biz temperaturu 26 dərəcədən yuxarı ayarlayırıq. Əgər elektrik enerjisini qənaəti düşünürsünüzsə, o zaman 26 dərəcənin ayarlanmasında yarar var. Burada ən maraqlı məsələ nədir? Fanın sürətinin düzgün ayarlanması. İnsanlar isitmə rejiminə kondisioneri qoyanda onu soyutma rejimindəki kimi ən böyük sürətə qoyurlar. Yəni bu sürətə qoyurlar və bundan sonra şikayət edirlər ki, kondisionerimiz yaxşı işləmir. Halbuki onun avto rejimə qoyulması daha məqbuldur. Gördüyünüz kimi burada sürət yavaş-yavaş artır, azalır. Bu da nə ilə əlaqədardır? Bu halda bizim kondisionerin sürəti mikroprosesor tərəfindən idarə olunacaq və bizim kondisionerimiz daha verimli işləyəcək. Eyni zamanda da çöl üstsə yalnız havanın temperaturu sıfıra yaxınlaşdıqda donacaq və bu səbəbdən də kondisionerimiz daimi istiliyi yaxşı verəcək. Qeyd etmək istəyirik ki, ümumiyyətlə
İsitmə rejimində isti həmən gəlmir. Yəni ən yaxşı halda 5-10 dəqiqədən sonra isti gəlməyə başlayır və 20 ilə 40 dəqiqə arasında bizə vaxt lazım olur ki, kondisioner nominal gücə ulaşsın. Bir daha mod düyməsini basırıq və burada bir üçbucaq işarəsi gəlir. Bu avto rejimin işarəsidir. Bu rejimdə kondisioner verilən temperaturu saxlamağa çalışır. İndi hal-hazırda bizdə 24 dərəcə ekranda temperatur göstərir. Amma biz məsələn istəyirik ki, bizim evimizin içərisində olan temperatur deyək ki, 25 dərəcə olsun. Daimi 25 dərəcə olsun. Yayda da, qışda da. Belə olduğu təqdirdə kondisioner əgər temperatur 25 dərəcədən yuxarı olarsa soyutma rejimində, aşağı olarsa isitmə rejimində işləyəcək. Bir daha mod düyməsini basaraq soyutma rejiminə qayıdırıq və burada indi digər düymələrin istifadə qaydasını izah edəcəyik. İlk öncə burada bir sleep düyməsi var. Bu sleep düyməsi nədir? Sleep düyməsi o vaxt istifadə olunur ki, biz məsələn temperaturu deyək ki 22 dərəcəyə qoymuşuq, 21 dərəcəyə qoymuşuq. Bu zaman biz sleep düyməsini basanda yuxu rejiminə keçmiş oluruq və yuxu rejiminə keçdikdə kondisioner təxminən 2 saatdan sonra temperaturu 23 dərəcəyə qaldıracaq. Yenidən 2 saat, 3 saat keçəndən sonra 24 dərəcəyə qaldıracaq və dolayısıyla bizə soyuq dəyməyəcək. Bu rejimdən çıxmaq üçün sleep düyməsini yenidən basırıq. Kondisionerlərin bəzilərinin üzərində display işığı olur. Bəzi adamlara o işıq mane ola bilir. Bu səbəbdən istehsalçı burada bir display düyməsi qoyub ki, onun köməyi ilə həmin işığı yandırıb söndürə bilək. Kondisionerlərdə iki cür jalüzi olur. Horizontal dayanan jalüzlər, vertikal dayanan jalüzlər. Əgər sizin kondisionerinizdə vertikal dayanmış jalüzlər varsa, vertikal jalüzlər bu deməli swing düyməsinin köməyi ilə idarə olunur. Horizontal, yəni üfüqi dayananlar isə bununla idarə olunur. Yəni bu basıldıqda onlar aşağı yuxarı hərəkət edirlər. Hər hansı bir istiqamətdə dayandırmaq istədikdə yenidən eyni düyməni basırıq. Burada maraqlı funksiyalar var. Məsələn, mute. Mute nədir? Səssiz işləməsi. Bəzi vaxtı kondisionerin səsi insanları narahat edəndə mute düyməsi basılır və burada bir dinamik işarəsi var. Üstündə də bir xətt var ki, yəni ventilatorun səsi ən aşağı olaraq seçiləcəkdir. Yenidən basaraq bu rejimdən çıxırıq. Eyni düymənin sağ tərəfində health düyməsi var. Burada bir insanın burada bir siluet gəlir. Yəni bu health rejiminin, yəni sağlamlıq rejiminin işə salınması düyməsidir. Biz təzədən basıb oradan çıxırıq. I-Feel düyməsi nədir? I-Feel. Bu düymə basıldıqda biz ekranda termometr və insan silueti görürük. Yəni bundan sonra bizim kondisionerin temperaturu pult vasitəsilə ölçüləcəkdir. Əgər pultun olduğu yerdə havanın temperaturu ekranda qoyduğumuzda bərabər olacaqsa, o zaman kondisioner söndürüləcəkdir. Təzədən basıb bu rejimdən çıxırıq. Burada bir iClean düyməsi var. iClean düyməsi kondisionerin üzərində olan nəmin qurudulması üçün nəzərdə tutulur və basıldıqda kondisioner söndükdən sonra kondisionerin ventilatoru bir müddət işləyir və bundan sonra dayanır. Burada daha bir maraqlı düyməmiz var. iSet. Bu iSet nədir? Bəzi vaxt insanlar, məsələn, mən 23 dərəcəni xoşlayıram və ventilatorun sürətini deyək ki, orta sürətə qoymuşam. Mənə lazımdır ki, daimi bu cürünə kondisioner soyutsun. Belə olduqda mən bu düyməni əlimdə basılı tuturam və bu rejimi kondisioner yadında saxlayır. Üstündən bir müddət keçəndən sonra kimsə bizim rejimimizi dəyişərsə, ventilator sürətini deyək ki, böyüyə qoyarsa, bizim bu düyməni basmamızla öz sevimli rejimimiz qayıtmış olur. Bu düyməni basırıq və həmin rejimli sevimli rejimimizə qayıdırıq. Bu rejimdən çıxmaq üçün yenidən eyni düyməni basırıq. Burada bir eko düyməsi var. Eko düyməsi basıldıqda demək ekonomik rejimə keçirik. Bu azacıq bir miqdarda elektrik enerjisinə qənaət deməkdir. İndi isə ən az istifadə olunan rejimlərdən biri olan timer rejimini izah edəcəyik. Məsələ burasındadır ki, bəzi vaxt insanlar həqiqətən də evdə heç kim olmadığına görə istəyirlər ki, kondisioner yandırılsın, müəyyən bir zamanda yandırılsın. Məsələn, 24 dərəcəyə kondisioneri ayarlayıb,
on-off düyməsini basıb söndürürlər və istəyirlər ki, axşam evə gələndə, məsələn 11 saatdan sonra, 10 saatdan sonra evə gələndə onlar evə gələnə qədər ev sərinləsin. Belə olduğu təqdirdə biz timer düyməsini basırıq və timer düyməsini bir daha da basanda burada onun ayarları gəlir və temperatur düymələrinin yardımı ilə istədiyimiz saata qura bilirik. Məsələn, deyək ki, 11 saat istəmişdik, 11 saatı qurub, sonra timer düyməsini təzədən basırıq. Bu nə deməkdir? Yəni, bu o deməkdir ki, əgər 11 saatdan sonra kondisionerimiz işə düşəcək və biz evə gələnə qədər kondisionerimiz bizim evimizi soyudacaqdır. Həmin rejimdən çıxmaq üçün təzədən timer rejimi basırıq, timer düyməsini basırıq. Və yaxud kondisionerimiz yanılı vəziyyətdədir və biz deməli səhər saat 5-də onun sönməsini istəyirik. İndi də saat deyək ki, gecə saat 22-dir. Bu o deməkdir ki, biz 7 saatdan sonra onun söndürülməsini istəyirik. Timer düyməsini basırıq və burada 7 yığdıqdan sonra timer düyməsini basırıq. Və o yaddaşında saxlayır. Kondisionerimiz 7 saatdan sonra söndürüləcəkdir. Bizi bu rejimdən çıxmaq üçün yenidən timer düyməsini basıb çıxırıq. Bizi axıra qədər izlədiyinizə görə təşəkkür edirik. Əssəlamu aleykum.